Salam, mən Aytən müəllimə. Bu gün sizdən mövzu izah edəcəyik. Vegetativ orqanlar kök mövzusunun izahına baxırıq. Birinci başlayaq kökün funksiyalarına. Uşaqlar, kökün funksiyaları təbii ki, əlavə və əsas funksiyalar olaraq bölünür, amma bir neçə vacib funksiyalarını sizə qeyd edəcəm. Birincisi təbii ki, bitkini torpağa bərkitmək. Bitkini torpağa bərkitmək dedikdə, yəni kök bitkini torpaqda möhkəm saxlayır və onun belə deyək də aşmasının qarşısını alır. Su və mineral maddələri udmaq, kök torpaqdan su və mineral duzları soraraq gövdə və yarpaqları ötürür. Qida maddələrini toplamaq bəzi bitkilərdə, məsələn buna biz çuğunduru deyə bilərik, yer kökünü deyə bilərik. Yəni onlarda kök ehtiyat qida maddəsini toplayır. Maddələrin daşınması, kökün udduğu su və mineral maddələr gövdə vasitəsilə bitkinin digər hissələrinə daşınır deyəcəksiniz və vegetativ çoxalmada, yəni bəzi bitkilər köklərin vasitəsilə deməli neynir, artırılır, yəni çoxaldırılır vegetativ çoxalma ilə. Buna da biz Morukova və Sarı aid edə bilərik. Gəlirik kökün növlərinə. Kökün növləri deyəndə uşaqlar 3 növ biz deyəcəyik. Əsas kök, yan kök, əlavə kök. Əsas kök toxumun rüşeym kökündən inkişaf edən kökdür. Ən iri kök olur və digər köklər də onun üzərindən əmələ gəlməyə başlayır. Yəni əmələ gəlir. Toxumla inkişaf edən bitkilərdə biz deyəcəyik ki, əsas kök mövcud olur. Yan kök gələndə, yan kök isə əsas kökdən və digər köklərdən çıxan köklərdir. Yəni həm yan kökün üzərində də əmələ gələ bilər yan kök, həm əsas kökün üzərində də əmələ gələ bilər. Yəni digərlərin üzərində əmələ gəlir. İşi də ki, nə etməkdir? Su və mineral maddələrin sorulmasını daha da sürətləndirmək, daha da artırmaqdır. Əlavə kök nədir? Bəs əlavə kök isə gövdədən və yarpaqdan inkişaf edən kökdür ki, əsas kökün üzərində inkişaf etmir deyəcəksiniz. Bunlar nədir uşaqlar? Köklərin növüdür. Yadımızda saxlayırıq ki, bizə əgər soruşulsa ki, təkamülə görə deməli inkişafını, əgər belə bir söz desə, biz götürəcəyik təkamülə görə dedikdə birinci əlavə kökün yaranmasını, sonra yan kökün yaranmasını, daha sonra əsas kökün yaranması. Niyə? Çünki əlavə və yan kök ilk dəfə qışlarda əmələ gəlmişdir. Əsas kök isə ilk dəfə çılpaq toxumlarda, yəni toxum əmələ gəldiyi üçün əmələ gəlmişdir. Sonra bizdən soruşa bilər, inkişafına görə, yəni toxumdan inkişafına görə. Onda biz deyəcəyik ki, birinci yaranır. Deməli, əsas kök toxumdan inkişaf edir, toxumun rüşeymindən inkişaf edir. Daha sonra yan kök, daha sonra isə əlavə kök inkişaf edir. Yəni sizin müəyyən bir ardıcıllıq soruşulsa, təkamülə görə ardıcıllıq soruşulsa, deyəcəksiniz ki, əlavə, yan, əsas, inkişafına görə ardıcıllıq soruşsa, deyəcəksiniz ki, əsas, yan və əlavə. Gəlirik kök sisteminin növləri. Kök sisteminin növləri deyəndə mən iki kök sistemi deyəcəm, mil kök sistemi deyirəm və saçaqlı kök sistemi deyirəm. Şəkilləri də burada da görürsünüz. Mil kök sistemində güclü inkişaf edən əsas kök var və ondan çıxan köklər var. Hansı ki, burada görürsünüz, biz burada mil kök sisteminə əsasən iki ləpərli bitkiləri aid edirik. Saçaqlı kök sistemi isə əsas kök seçilmir və yaxud da ki, ümumiyyətlə olmur və yəni digər köklər daha yaxşı inkişaf etmişdir. Biz bura əsasən bir ləpərlərə aid edirik. Amma istisna hal biz bağa yarpağını deyəcəyik. Niyə? Çünki bağa yarpağı iki ləpəli bitkidir, amma kök sistemi isə saçaqlı kök sisteminə malikdir. Uşaqlar, kök sisteminin növlərinin də təkamülünü sizdən soruşa bilər. Bu halda deyəcəksiniz ki, təkamülə görə dedikdə, bu halda deyəcəksiniz ki, saçaqlı kök sistemi birinci əmələ gəlib, daha sonra isə mil kök sistemi əmələ gəlmişdir inkişafda. İndi gəlirik kökün quruluşuna. Bəli, kökün quruluşundan biz danışanda, kökün kəsiyinə baxdıqda biz görürük ki, kök üsküyündən, bölünmə zonasından, böyümə zonasından, sorucu və ötürücü zonadan ibarətdir. Sizə əgər zona soruşulsa ki, neçə zonadan ibarətdir? Biz 4 zonanı deyirik uşaqlar. Bölünmə, böyümə, sorucu və ötürücü. Kök üsküyü zona deyil. Gəlin indi bunların bir-bir funksiyalarına baxaq. Kök üsküyünün funksiyası nədir? Funksiyası kökün uc hissəsini qorumaq
və qarşısında və xüsusi bir maddə də ifraz edir ki, o maddə də daş süxurlarını dağıdır ki, kök torpağın dərinliklərinə qədər getsin. Kök üstündə canlı hüceyrələrdir. Uşaqlar bir-birinə sıx yerləşmişdir və kök üstündür hüceyrələri törədici toxuma tərəfindən bərpa olunur. Gəlirik bölünmə zonasında. Bəli, bölünmə zonasında yeni hüceyrələr əmələ gəlir və buradakı hüceyrələr də belə deyək də cavandır, cavan hüceyrələrdir, iri nüvəli sitoplazma ilə dolu hüceyrələrdir. Gəlirik böyümə zonasına. Böyümə zonasında artıq burada kök boy artır. Yəni uzunluğa doğru inkişaf etmiş olur. Boy artması buradadır. Böyümə zonasında bir boy artımı yazıram bura, boy artımı və əlavə olaraq da biz deyəcəyik ki, burada tam formalaşmamış, baxın, formalaşmamış deyirəm, tam formalaşmamış ötürücü borular olur. Sonra gəlir sorucu zona. Sorucu zonada baxın uşaqlar. Sorucu zonada əmici tellər olur. Əmici tel nədir? Əmici tel sorucu zonanın hüceyrələrinin qabıq, yəni hüceyrələrindən yaranır. Qabığın hüceyrəsinin çıxıntısıdır, uzun çıxıntısıdır və ömürləri 10-20 gün olur və işi də nədir? Torpaqda olan su və suda həll olmuş mineral maddələri sorumaqdır. İşi budur. Sonra gəlir ötürücü zonada. Ötürücü zonada artıq əmici tel deyilən bir şey yoxdur. Burada biz deyəcəyik ki, tam formalaşmış nə var? Borular, ötürücü borular var. Deməli, biz bayaqlar nə dedik? Dedik formalaşmamış, tam formalaşmamış dedikdə artıq biz götürəcəyik böyümə zonasını, amma formalaşmış dedikdə ötürücü zonanı deyəcəyik. Və həmçinin ötürücü zonada kökün budaqlanma zonasıdır. Yəni, məndən əgər ki, kökün budaqlanma zonasını soruşsa, budaqlanma zonasını soruşsa, mən nə deyəcəm? Deyəcəm, ötürücü zonadır uşaqlar, ötürücü zonadır. İndi isə gəlirik nəyə? Köklərin şəkil dəyişməsinə. Bəli, köklərin şəkil dəyişməsi və yaxud da metamorfozu. Burada köklərin, yəni bayaq izahda dedim ki, 3 növ var idi, əsas, əlavə və yan köklər. Bunların şəkil dəyişməsi nəticəsində deməli meyvələr yəni əmələ gəlir. Bitkilər əmələ gəlir, daha doğrusu, dəyişikliklər, metamorfoz əmələ gəlir deyəcəksiniz. Meyvə kök nədir? Meyvə kök uşaqlar əsas kökün və gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir. Biz meyvə kök deyəndə təbii ki, burada yer kökünü izah deyə bilərsiniz. Yer köküdür, çuğundurdur, şağamdır, turpdur. Bax, bunları deyə bilərsiniz ki, əsas kök və gövdən aşağı hissəsinin şəkil dəyişməsindən əmələ gəlib və meyvə kökdür. Kök yumrusu nədir? Kök yumrusu isə biz burada geogen və deməli qaymaq otunu biz burada deyə bilərik ki, hansı ki bunlarda bu bitkilərdə yan və əlavə köklər şəklini dəyişib kök yumruları əmələ gətirir. Kök qarmaqcığı isə daş sarmaşığında mən bunu müşahidə edə bilərəm. Daş sarmaşığında, hansı ki daş sarmaşığında əlavə köklər şəklini dəyişir, kök qarmaqcığı əmələ gətirir. Sonra gəlirəm bakteriya yumrucuğu. Bakteriya yumrucuqları isə əsasən paxlalılarda müşahidə olunur. Paxlalıların nümayəndələrində var ki, burada yan köklərin şəkil dəyişməsi nəticəsində yumrucuq bakteriyaları var. Orada yəni bakteriya yumrucuqları əmələ gəlir. Sonra gəlirik hava kökləri. Hava kökləri səhləb, mən səhləb bitkisində müşahidə edirəm. Əlavə və yan köklərin şəkil dəyişməsidir. Bir də var tənəffüs. Tənəffüs isə söyüd bitkisində var uşaqlar. Bu da ki, yan köklərin şəkil dəyişməsidir ki, rütubətli yerlərdə torpağın üzərinə çıxaraq deməli suyu, yəni daha doğrusu tənəffüsü təmin edir. Dayaq kökləri isə əlavə köklərin şəkil dəyişməsidir. Dayaq kökləri isə banyan bitkisində mövcuddur uşaqlar. Banyan köklərində var. Bir də var sorucu köklər uşaqlar. Sorucu köklər isə əlavə köklərin şəkil dəyişməsidir deyəcəksiniz ki, əlavə kökləri. Mən bura latreyanı deyə bilərəm, kəhrə bitkisini deyə bilərəm və yaxud da qızıl sarmaşıqda və daş sarmaşığında da mən bunu müşahidə edə bilərəm sorucu köklərə. Hansı ki, nə dedik? Dedik ki, əlavə kökün şəkil dəyişməsidir dedik. Sonra gəlirik nəyə? Sonra gəlirik gübrələrə.
Gübrələr üzvü gübrələr və mineral gübrələrə bölünür uşaqlar. Üzvü və mineral gübrələrin arasındakı fərq nədir? Minerallaşmağa ehtiyac duyması. Yəni üzvü gübrələr minerallaşmağa ehtiyac duyur. Minerallaşma dedikdə, yəni biz nəyə nəzərdə tuturuq? Torpağa qarışması. Hansı ki, bu əgər torpağa qarışmasa bitki onu mənimsəyə bilməz. Və adətən bunlar payız aylarında torpağa verilir ki, o müddət, yəni yaza qədər belə deyək, torpaqda minerallaşsın ki, əkilən bitkilər, toxumlar, yəni bitkilər ondan istifadə edə bilsin. Yəni müəyyən bir müddət lazımdır üzvü gübrə üçün. Amma mineral gübrə üçün müddət lazım deyil. Zaten minerallaşmış şəkildədir, hazır şəkildədir. Sadəcə suya qarışdırılır, verilir torpaqda və bitki də onu rahat şəkildə mənimsəyir. Üzvü gübrə dedikdə biz nə deyirik? Peyin, torf, quşsılı, bitki qalıqları və heyvan qalıqları deyirik. Müəyyən bir müddət lazım olur ki, o çürüsün torpaqda, torpağa qarışsın. Amma mineral gübrələr isə azotdur, fosfordur və kaliumdur. İndi baxırıq nə üçün lazımdır? Azot gövdənin və yarpağın böyüməsini sürətləndirir. Yəni o inkişaf müddətində azot gübrəsindən istifadə edilir. Fosfor əsasən çiçək açmadır, meyvələrin inkişafıdır, yetişməsini sürətləndirmək üçün verilir və həmçinin soyuğa davamlılığı artırır deyəcəksiniz. Kalium isə yeraltı hissə üçün daha önəmlidir. Yəni ki, köklərin, soğanaqların, gövdə və kök yumrularının böyüməsini gücləndirir deyəcəksiniz və həmçinin də soyuğa və quraqlığa davamlılığı artırır deyəcəksiniz. Və əlavə olaraq da ocaq külü də var. Hansı ki, bu ocaq külü mineral gübrələrə aiddir və tərkibində kalium duzu və bir yazda, yəni qismən də fosfor duzlarına rast gəlinir deyirsiniz. Daha sonra gəlirik bitkilərin yeraltı qidalanması. Bəli, bitkilərin yeraltı qidalanması dedikdə bitkilərə köklər vasitəsilə suda həll olmuş mineral maddələr torpaqdan daxil olması yeraltı qidalanma və yaxud da torpaqdan qidalanma deyilir. Hansı ki, mexanizmi şəkildə görsəndiyi kimidir uşaqlar. Yəni, əmici tellər tərəfindən sorulur. Əmici tellər qabıq hüceyrələrin, yəni əmici tellərdən sorulmuş su və suda həll olmuş mineral maddələr kökün qabıq hüceyrəsinə gedir. Oradan da kök borucuqlarına gedir. Kök borucuqları da ki, mərkəzi silindirin içərisindədir. İndi yadımızda saxlayırıq ki, kökün soğurma, yəni suyun hərəkəti, belə deyək, bitkili suyun hərəkəti sorucu qüvvədən asılıdır, yarpaqların sorucu qüvvəsindən və kök təzyiqdən asılıdır. Əgər kök təzyiqi zəif olarsa və yaxud da yarpaqlar azdırsa bitkidə və yarpağın sorucu qüvvəsi azdırsa, bu zaman o dövran, su dövranı, mineral maddələrin dövranı yavaş gedir. İndi gəlirik test nümunələrinə. Test nümunələrinə siz baxırsınız və cavablarını qeyd edirsiniz təbii ki, amma mən öncədən izahını verəcəm sizlər üçün, amma siz videonu saxlayırsınız, deməli baxırsınız və özünüz cavablandırırsınız və yorumlarda da qeyd edirsiniz rəylərdə. Deməli, test nümunəsi 1-də nə deyir sizə? Deyir, kökün əsas funksiyası hansıdır? Uşaqlar, əsas funksiyası nə olacaq? Torpaqdan su və mineral maddələri sormaq, düzdürmü? Ona görə cavabımız C variantı olacaq. Və yaxud da ikinci sualımızda nə deyir? Kökün torpaqdan su və mineral maddələri sorduğu hissə hansıdır? Bayaq izahda sizə dedim ki, su və mineral maddələrin sorulduğu hissə, yəni bu iş düşür sorucu zonaya. Niyə? Çünki sorucu zonada nə var idi uşaqlar? Əmici tellər var idi, düzdür? Ona görə də mən burada B variantını götürürəm. Bugünkü izahımız bu qədər. İnşallah növbəti izahlarda görüşənə qədər. Sağ olun.